Məhəmməd Əmin Rəsulzadənin dövlət quruculuğundakı rolu geniş və çoxşaxəlidir. Onun fəaliyyəti Azərbaycanın müasir dövlətçilik tarixində unikal bir mərhələni əhatə edir. Milli ideologiyanın yaradılmasından dövlətin praktiki quruluşuna qədər Rəsulzadənin gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. 1918-ci ilin mayın 28-də Azərbaycanın istiqlaliyyətini elan edən Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri olaraq bu tarixi hadisənin əsas simalarından idi. O, dövlətçilik ideyalarını geniş ictimaiyyətə təqdim etməklə yanaşı, bu ideyaların praktiki reallaşdırılmasına da rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamenti Rəsulzadənin təşəbbüsü və rəhbərliyi ilə qurulub. Bu parlament millətlərin və dini qrupların təmsilçiliyini təmin edən çoxmillətli və pluralist bir modelə əsaslanırdı. Belə bir yanaşma AXC-nin həm daxili, həm də beynəlxalq səviyyədə etibarlılığını artırmışdı. Rəsulzadə dövlət idarə etməsinin əsas sütunlarını quraraq nazirliklərin, ordu qurumlarının, təhsil sisteminin və məhkəmə sisteminin yaradılmasında həlledici rol oynamışdı. Bu proseslər AXC-nin müstəqil bir dövlət kimi funksionallığını təmin etmək məqsədinə xidmət edirdi. Rəsulzadənin bir kərə yüksələn bayraq bir daha enməz şüarı yalnız siyasi bir çağırış deyil, həm də milli kimliyin və müstəqillik ideyasının simvoluna çevrilib. Onun ədəbiyyatçı, publisist və maarifçi kimi fəaliyyəti bu milli ideologiyanın geniş yayılmasında mühüm rol oynadı. Rəsulzadənin dövlətçilik prinsipləri müasir Azərbaycan dövlətinin formalaşdırılması üçün əhəmiyyətli irs qoymuşdur. AXC-nin təməlini təşkil edən hüquqi və institusional yanaşmalar indiki dövrdə də Azərbaycan dövlətçiliyi üçün nümunə təşkil edir. Məhəmməd Əmin Rəsulzadə haqqında araşdırmaların və ictimai müzakirələrin artırılması onun dövlət quruculuğundakı misilsiz rolunun daha geniş şəkildə tanınmasına töhfə verə bilər. Bu, həm də onun mirasına ehtiramın ifadəsi olar.